Salam, biz bugün atmosfer bölməsindən havanın elementləri, atmosfer hadisələrindən 121-ci sualdan etibarən izah edəcəyik. 121-ci sual. Havanın ən yüksək temperaturunun ekvator üzərində deyil, tropiklərdə müşahidə edilməsinin səbəbi. Tropiklərdə alçaq təzyiqin olması, bu doğru deyil. Tropiklərdə yüksək təzyiqdir. Tropiklərdə qalxan hava deyil, enən havadır. Tropiklərdə günəşin ildə bir dəfə zenitdə olmasının bunun əksinə tropiklərdə ildə bir dəfə zenitdə olması temperaturun aşağı olmasına gətirib çıxarmalı idi. Tropiklərdə səpələnən radiasiya yox, düz radiasiya çoxdur. Deməli, doğru cavab B variantıdır. Tropiklərdə buludluluğun az olması. Əslində, ekvatorda buludluluq az olsaydı, orada temperatur tropiklərdən daha çox olacaqdı. Doğru cavab B variantı. 122-ci sual. Ekvatorda yağıntıların çox olmasının səbəbi ekvatorda qalxan hava kütlələrinin mövcudluğu A variantı doğru cavabdır. İl ərzində günəşin düşmə bucağının az dəyişməsi, günəşin düşmə bucağının az dəyişdiyi, məsələn, tropik enliklər də var. Çox dəyişmir o qədər də, amma yağıntının miqdarı o qədər çox deyil. Ekvatorda meşə örtüyünün çox olması yağıntıya görə yaranır. Buxarlanma buxarlanmanın buxarlanma qabiliyyətindən yüksək olması, bunu da silirik. İl boyu müxtəlif hava kütlələri hakim olmur. İl boyunca ekvatorial hava kütlələri hakimdir. Doğru cavab A variantı. 123-cü sual. Bakıda havanın temperaturu 30, nisbi rütubət 80%-dir. 1 kub metr havanın doyması üçün 30 qram su buxarının tələb olunmasını nəzərə alaraq mütləq rütubətliyi müəyyən edin. Biz bilirik ki, 30 dərəcədə doyma üçün 30 qram su lazımdır. 30 qramın 100% isə doyma deyildisə bu 100%-dir. Hal-hazırda 80% su var. Biz bunun neçə qram olduğunu tapmalıyıq. Əgər bizdən mütləq rütubət soruşursa, biz qramı tapmalıyıq. 80% vuraq 30 qram bölək 100%. Bu da eləyəcək 24 qram. Doğru cavab 24 qram. 124-cü sual. 0 dərəcə temperaturda nisbi rütubətliyi 20% olan havanın doyması üçün çatışmayan su buxarını müəyyən edin. Deməli, burada 20% su var. Biz bilirik ki, doyma üçün 100% olmalıdır. Əgər 20% su varsa, 80% çatışmır. Yəni, doyma üçün çatışmayan suyun miqdarı 80%. Bu 80%-i bizdən qramla soruşur. Söhbət də 0 dərəcədən gedir. Burada da yazılır ki, 0 dərəcədə doyma üçün 5 qram su lazımdır. Onda yazırıq ki, 5 qramın 100% isə, yəni 5 qramda doyur. Hal-hazırda 80% çatışmır. 80%-in x. X bərabərdir 5 vuraq 80 bölək 100. Bu da eləyəcək 4 qram. Deməli, doyma üçün 4 qram çatışmır. 124 D variantı. 125. Sxemə əsasən illik temperatur amplitudunu müəyyən edin. Amplitud fərq deməkdir. İl ərzində ən soyuq temperaturla ən soyuq ayın orta temperaturu ilə ən isti ayın orta temperaturu arasında fərq. Biz baxırıq ki, ən soyuq temperatur 0-a uyğun gəlir. Ən isti temperatur isə 12 dərəcəyə uyğun gəlir. Deməli, amplitud fərq deməkdir. O zaman 12 çıxar 0 eləyəcək 12 dərəcə. Doğru cavab olur A variantı. 126-cı sualda rütubətli əmsalı 0,5, yağıntı 200 mm olarsa mümkün buxarlanmanı müəyyən edin. Düstur bu şəkildədir. Əmsal bərabərdir. Yağıntı bölək. Mümkün buxarlanma. Burada bizə rütubətli əmsalını verir. 0,5 bərabərdir. Yağıntını da verib. 200 bölək. Mümkün buxarlanmanı istəyir. Buraya x yazaq. 0,5 x bərabərdir 200. Buradan x-i tapsa, x bərabərdir 200 bölək 0,5, o da eləyir 400. Doğru cavab olur D variantı. 126 D variantı. 127. Sxemdə küləklər, hansı küləklər verilmişdir? Biz burada baxırıq ki, ilk verdikləri külək 30 dərəcədən ekvatora əsir, digəri isə 30-dan 60 əsir. Deməli, 30 dərəcədən ekvatora əsən küləklər passatlardır. 30-dan 60-a əsən küləklər isə qərb küləkləridir.
Doğru cavab olacaq qərb küləkləri və passatlar. 128-ci sual. London aeroportunda okean səviyyəsi yazaq, bura 0 metr. Havanın temperaturu 10 dərəcədir. Həmin aeroportda 5000 metr hündürlükdə havanın temperaturunu müəyyən edin. Biz buraya yazaq 5000 metr. Bizə 5000 metr hündürlükdə temperatur istəyir. Sual işarəsi. Bunu bu şəkildə yaza bilərik. 1000 metrə 6 dərəcədirsə, 1000 metrə 6 dərəcə azalırsa, 5000 metrə x. X bərabərdir 5000 vuraq 6 bölək 1000-ə, o da eləyəcək 30 dərəcə fərq. Yəni, okean səviyyəsi ilə 5000 metr hündürlük arasında 30 dərəcə fərq var. Yuxarı gedəndə bilirik ki, temperatur azalır, ətəkdən çıxmaq lazımdır. 10 dərəcə çıxa 30. Bu da eləyəcək -20. Doğru cavab olacaq -20. A variantı doğru cavabdır. 129-da xəritə sxemində qeyd olunmuş əraziyə aid olmayan əlamət. Qeyd olunmuş ərazi qütb işıqlanma qurşağıdır. 66.5 ilə 90 arasında yerləşib qütb işıqlanma qurşağı. Qütb işıqlanma qurşağında havanın qalxan hərəkəti üstünlük təşkil edir. Yanlışdır. Biz bilirik ki, qütblərdə və tropik enliklərdə havanın enən hərəkətidir, yüksək təzyiq. Elə A variantı yanlış cavabdır. Qış gündönümü günü qütb gecələri müşahidə olunur. Bəli, doğrudur. Digər cavablara da baxsaq. Yay gündönümü günü qütb gündüzləri müşahidə olunur. Bəli, yay gündönümündə Günəş şimal yarımkürəsində zenitdə olur. Bu zaman şimal qütbündə qütb gündüzləri olur. Qütb parıltısı müşahidə edilir. Bu da doğrudur. Bütün saat qurşaqlarını əhatə edir. Bütün meridian xəttləri gəlib qütblərdə birləşdiyi üçün bütün saat qurşaqlarını əhatə edir deyə bilərik. Amma havanın qalxan hərəkəti yox, enən hərəkəti olmalıdır. 129-da doğru cavab A variantı. 130-cu sual. 22 dekabrda verilən coğrafi enliklərin hansına müvafiq olaraq daha aşağı və daha yüksək temperatur qeydə alınır? 22 dekabrda biz bilirik ki, Günəş olur cənub tropikində zenitdə. Deməli, 23.5 dərəcə cənub enliyinə ən yaxın hansı məntəqədirsə, ora isti olacaq. Bundan daha uzaqda yerləşən məntəqə hansıdırsa, orada soyuq olacaq. Bizdən ilk olaraq temperaturun daha aşağı olduğunu istəyir. Temperaturun daha aşağı olduğu 23.5 cənub enliyindən daha uzaqda olan şimalda yerləşən məntəqə olacaq. Bu da olur 4. 1-ə aiddir 4. Ən yüksək temperatur istəyir. Ən yüksək temperatur tropikə, cənub tropikinə, yəni 23.5 cənub enliyinə ən yaxın məntəqə, o da 20 cənub enliyidir. 2-yə də aid olacaq 2. 1-ə 4, 2-yə 2. Doğru cavab Y variantı. 131-ci sual. 22 iyunda verilən coğrafi enliklərin hansında müvafiq olaraq daha yüksək və daha aşağı? 22 iyunda bilirik ki, Günəş olur 23.5 dərəcə şimal enliyində zenitdə. Yəni şimal tropikində zenitdə. Bura ən yaxın məntəqə hansıdırsa, ora isti olacaq. Düşmə bucağı böyük olacaq, isti olacaq. Bura ən isti yaxın məntəqə 2-dir. Deməli, ən yüksək temperatur burada olacaq. Buradan ən uzaqda yerləşən məntəqə cənubda yerləşməlidir. Cənubda da daha uzaqda yerləşən məntəqə 4-dür. 2-yə də 4. 1-ə 2, 2-yə 4 B variantı doğru cavabdır. 132-ci sual. AB məntəqələri arasında 4 kilometr fərq var. Bunu 4000 metr deyək hesablamaq üçün. A məntəqəsində temperatur müsbət 32-dir. B məntəqəsində temperaturu və məntəqələr arasında təsir fərqini tapın. Əvvəlcə biz B məntəqəsində temperaturu tapaq. 1000 metrə 6 dərəcədirsə, 1000 metrə 6 dərəcə dəyişirsə, 4000 metrə görə nə qədər dəyişməlidir? X. X bərabərdir. 4000-i vururuq 6-ya, bölürük 1000-ə. Bu da eləyir 24 dərəcə fərq. Yəni bizim tapdığımız bu fərq nə deməkdir? Zirvə ilə ətək arasında bu qədər fərq var. Həmişə zirvəni taparkən ətəkdəki temperaturdan çıxmaq lazımdır. 32 çıxar 24, bu da eləyəcək 8 dərəcə.
Temperaturu müəyyən etdik. Cavablarda 8 dərəcə olmayan, müsbət 8 dərəcə olmayanları çıxa bilərik. Bir də bunlar arasında təzyiq fərqini istəyir. 4000 metr məsafə var. 1000 metrə əgər tənasib qursaq, 1000 metrə 100 millimetr dəyişirsə, 4000 metrə x. Birbaşa 10-a da bölüb tapa bilərik. Amma riyazi yolu bu şəkildədir. 4000-i vururuq 100-ə, bölürük 1000-ə, bu da edir 400 millimetr. Yəni aralarında təzyiq fərqi də 400 millimetr olacaq. C variantı doğru cavabdır. 133. Qanuna uyğunluğun düzgün verilmədiyi sxemi müəyyən edin. Burada siklon və antisiklonlar verilib. Siklon və antisiklonda bu ox işarələri hava hərəkətini göstərir, küləyi göstərir. Biz də bilirik ki, külək yüksək təzyiqdən alçaq təzyiqə doğru əsməlidir. A variantında baxırıq ki, 760-dan 756-ya gedib, bu ola bilər. Bizə səhv cavab lazımdır. B variantında baxırıq, 760-dan 756-ya gedib, bu da ola bilər. C variantında 760-dan 756-ya, yəni yüksək təzyiqdən alçaq təzyiqə gedib, bu da ola bilər. D variantında 760-dan 756-ya gedib, bu da ola bilər. Amma Y variantına baxırıq ki, bu səhv cavabdır. Çünki burada 756-dan 760-a doğru gedib külək, bu ola bilməz. Çünki külək yüksək təzyiqdən alçaq təzyiqə doğru getməlidir. Yəni belə olmalıydı. İçəri doğru 760-dan 756-ya getməlidir. 133-də Y variantı doğru cavabdır. 134 qanuna uyğunluğun düzgün verildiyi sxemi müəyyən edin. Bu da eyni sualdandır. 133 kimi. Yüksək təzyiqdən alçaq təzyiqə doğru getməlidir. Deməli, A variantında baxırıq, 740-dan 760-a doğru gedib. Bu olmaz, külək. B variantında 760-dan 740-a gedib, bu doğrudur. Digər variantlara baxsaq, D-də 740-dan 760-a gedib olmaz. Eyni şəkildə C-də 740-dan 760-a gedib. Y variantında da 740-dan 760-a gedib. Külək yüksək təzyiqdən alçaq təzyiqə doğru getməlidir. B variantı doğru cavabdır. 133-də mütləq hündürlüklə havanın temperaturu arasında əlaqənin düzgün verildiyi qrafik, hündürlük artdıqca temperatur azalır. Tərs mütənasibdir. Mütləq hündürlük artdıqca temperatur azalır. Tərs mütənasibliyin qrafikinə uyğun gələn sadəcə D variantı var. B variantı düz mütənasiblikdir. Məsələn, C variantı sabitlikdir, yəni dəyişmir. Doğru cavab olacaq D variantı. D variantının anlamı odur ki, mütləq hündürlük artdıqca temperatur azalır. 136 mütləq hündürlüklə havanın təzyiqi arasında əlaqənin düzgün verildiyi qrafik. Hündürlük artdıqca, mütləq hündürlük artdıqca təzyiq azalır. Yəni tərs mütənasib olmalıdır. Tərs mütənasibliyin qrafikinə uyğun gəlir D variantı. Mütləq hündürlük artdıqca atmosfer təzyiqi azalır. 137 Günəşin düşmə bucağı ilə havanın temperaturu arasındakı düzgün qrafiki müəyyən edin. Düşmə bucağı artdıqca havanın temperaturu artır. Düz mütənasibdir. Biz özümüz də görürük ki, yay aylarında günəş daha yuxarıdan düşür, yəni düşmə bucağı artır və havada isinir. Doğru cavab olmalıdır Y variantı. Düşmə bucağı artdıqca temperatur artır. 138 xəritə sxemi əsasən ən az və ən çox illik temperatur amplitudunun müşahidə olunduğu. Ən az temperatur amplitudunun müşahidə olunduğu illik temperatur amplitudunun ekvatordur. Demək, biri götürməliyik, ekvatorial enliklər. Ən çox müşahidə olunduğu mülayim Sibir. Sibir ərazisinə düşəndə 3. 1 və 3 doğru cavabdır. 139-da şəkil biraz yaxşı düşməyib. Temperaturun sutkalıq amplitudunun illik amplitudundan böyük olduğu məntəqələr. Deməli, biz belə qərar verməliyik. Sutkalıq temperatur amplitudu illik amplituddan böyüksə, bu isti ərazilərdir. İsti ərazilər. Yəni, ekvatorial, subekvatorial, tropik, belə bir ərazilər olmalıdır. Burada indi 139-da gördüyümüz qədərilə isti olan ərazilərə düşür burada hansı ərazilər?
139-da deməli bir ola bilməz. Bir çox yuxarıda yerləşir. 3 ola bilməz. Bir 3 olan cavabları çıxaq buradan. 2 5 doğru cavabdır. Çox güman ki, hə, enliklərə görə qərar verə bilərik. 5 Avstraliya sizə düşür. 2 isə Afrika. 2 5 doğru cavab olacaq. 140-cı sualda burada da şəkil eyni şəkildə görünmür. İllik temperatur amplitudunun ən çox və ən az olduğu müvafiq məntəqələr burada enliklərə görə tapa bilərik. Ən çox olduğu bu 4 olan yer Sibir ərazisidir. 4. Ən az olduğu yerdə 2 ekvatora düşür. 2. 4 və 2. B variantı doğrudur. Ümumiyyətlə, həm sutkalıq, həm illik temperatur amplitudunun ən az olduğu yer ekvatoral enliklərdir. Tropik siklonların 141. Tropik siklonların səciyyəvi olduğu ölkələri müəyyən edin. Tropik siklonlar tropik enliklərdə, okean sahillərində olacaq. A variantında İspaniya, Yeni Zelandiya tropik enliklərdə də yerləşmir. B variantında Kanadanın çıxırıq, Çadın okeana çıxışı yoxdur. C variantında Monqolistanın okeana çıxışı yoxdur. D variantında Belarusun okeana çıxışı yoxdur. Y variantı doğru cavabdır. ABŞ, Kuba, Meksika bu ərazilərdə tornado, qasırğa, hurraqaniz və sair tropik siklonlar baş verir. 142-də tayfunların daha çox müşahidə edildiyi tayfun aiddir Şərqi, Cənub-Şərqi Asiya ölkələrinə. Tayfunlar da dağıcı tropik siklonlardır. Su və quru arasındakı kəskin təzyiq fərqindən yaranır. Şərqi və Cənub-Şərqi Asiya düşən Hindçin yarımadası, Filippin adaları və burada götürəcəyik Böyük Zond adaları, İndoneziya. 1, 2, 6 doğru cavabdır. 143. Məntəqələrin illik temperatur qrafikinə əsasən hansı nəticəyə gəlmək olmaz? Bizdə illik temperatur qrafiki verdiyi üçün əvvəlcə biz bunların amplituduna baxaq, illik temperatur amplituduna. Deməli, illik temperatur amplituduna baxarkən ən aşağı aya və ən yuxarı aya baxmaq lazımdır. Deməli, 10 dərəcədən başlayır, ən yuxarı temperatur, lap 20 dərəcə desək, 20 dərəcəyə çatmır. 20 çıxa 10, 10 dərəcə. Amplitud 10 dərəcədir illik. İkinciyə baxsaq, ikincidə iyul ayı ən aşağı aydır, yəni ən soyuq aydır. Yanvar ayı isə ən isti aydır. Deməli, ikinci Cənub yarımkürəsinə aiddir. Cənub. Və ikincidə illik temperatur amplitudunu tapsaq, ən aşağı olub 10, ən yuxarı olub 30. 30 çıxa 10, burada illik temperatur amplitudu 20 dərəcədir. Üçüncüyə baxsaq, üçüncü şimal yarımkürəsidir. İyul ayında ən yuxarı temperatur müşahidə olunubsa şimaldır. Ümumiyyətlə, iqlim qrafiki bu şəkildə olanda şimaldır. Şimal yarımkürəsidir. Əksinə olarsa bu cənub yarımkürəsidir. Baxırıq ki, ən aşağı temperatur 0-dan biraz aşağıda biz 0 kimi götürsək, ən yuxarı temperatur da 30-a yaxınlaşır. Deməli, 30 çıxaq 0, burada illik temperatur amplitudu 30 dərəcədir. İndi buna əsasən biz cavablara baxaq. Bizə aid olmayan xüsusiyyət soruşur. Aid olmayan xüsusiyyət soruşur. Deməli, birincidə illik amplitud 10 dərəcə, ikincidə 20 dərəcə, üçüncüdə 30 dərəcə. Baxaq cavablara. Ən az temperatur amplitudu birinci məntəqədə müşahidə olundu. Bəli, mən bura yazdım. 10 dərəcə birincidə idi. İkincidə 20 dərəcə idi. Üçüncüdə 30 dərəcə idi. Bunlar biraz təxminidir, biraz daha az və ya çox ola bilər, 1-2 dərəcə. Qrafik əsasən bir baxdıq. İkinci məntəqənin illik temperatur amplitudu birinci məntəqədən çoxdur. Bu da doğrudur. İkinci məntəqə cənub yarımkürəsində yerləşir. Bəli, qrafik tərsinə olduğu üçün cənub yarımkürəsidir. Bunu da çıxırıq. Üçüncü məntəqədə qış daha soyuq keçir. Üçüncü məntəqədə qış sıfırdan aşağı idi. Bəli, bu da doğrudur. Yay aylarında ən az buxarlanma qabiliyyəti 3-cü məntəqədə müşahidə olunur. Həmin qrafiklər bu 144-cü sualda da var. 3-cü məntəqədə ən isti temperatur olub 30, digərlərində hamısında 30-dan azdır. Deməli, ikincidə də əslində 30-dur.
Yay aylarında ən az buxarlanma qabiliyyəti 3-də deyil, ən az buxarlanma qabiliyyəti 1-də olmalıdır. Çünki 1-də ən yuxarı temperatur 20 olur. İsti olan yerlərdə buxarlanma qabiliyyəti yüksək olur. 143-də Y variantı doğru cavabdır. 144. Məntəqələrin illik temperatur qrafikinə hansı nəticəyə gəlmək olmaz? 143-cü sualdan idi. Burada illik temperatur amplitudu 10-dur. Ən aşağı 10, ən yuxarı 20-dir. İkincidə illik temperatur amplitudu. Ən yuxarı temperatur 30, ən aşağı temperatur 10-dur. Burada illik temperatur amplitudu 20 dərəcə olacaq. Üçüncüdə ən aşağı temperatur 0, ən yuxarı 30. Burada illik temperatur amplitudu 30 dərəcə olacaq. Amplitud ən böyükdən ən kiçiyi çıxmaq deməkdir. Yenə də aid olmaz deyir. Yay aylarında ən çox buxarlanma qabiliyyəti birinci məntəqədə müşahidə olunur. Bu yanlışdır. Yay aylarında burada 30 dərəcədir. İkincidə də 30 dərəcədir. Birincidə isə 20 dərəcədir. Buxarlanma qabiliyyəti isti olan yerlərdə çox olur, soyuq olan yerlərdə az olur. Deməli, ən az buxarlanma qabiliyyəti əslində olmalı idi 1-də. A variantı yanlışdır. 145. Cənub yarımkürəsində antisiklonda küləyin istiqamətini və onun mərkəzində havanın xüsusiyyətini müəyyən edin. Antisiklon mərkəzdə alçaq təzyiq, mərkəzdə yüksək təzyiq olur, kənarlara doğru getdikcə təzyiq azalır. Antisiklon cənub yarımkürəsində saat əqrəbinin əksinə olmalıdır. Yəni, antisiklon cənub yarımkürəsində bu şəkildə olmalıdır. Mərkəzdən kənarlara doğru və saat əqrəbinin əksinə. Külək saat əqrəbi istiqamətində olmaz. Külək saat əqrəbinin istiqamətinə kənara doğru olmaz. Mərkəzdə də fırtına olmur. Külək saat əqrəbinin əksi istiqamətə kənarlara doğru əsir. Mərkəzdə şəlakətdir. Bəli, doğru cavabdır. Çünki antisiklonda buludsuz, yağınsız hava müşahidə olunur və küləksiz hava. Küləksiz hava da şəlakət deməkdir. Tam sakit hava. 146. Qütb enlikləri üçün səciyyəvidir. Qütblərdə enən havadır. Enən hava olan yerlər buludsuz, yağıntısız havadır. Deməli, buludluğun çox olması olmayacaq, anı çıxırıq. Fəsillərin aydın müşahidə edilməsi olmayacaq bu da. Yüksək atmosfer təzyiqi albedonun çox olması doğru cavabdır. Çünki qütblərdə enən hava var, yüksək atmosfer təzyiqidir. Qar və buz olduğu üçün albedo da böyükdür. Bilirik ki, qar və buzlar gələn şüaların, günəş şüalarının 90-95%-ni əks elətdirir. Kimyəvi aşınma çox olmayacaq. Havanın enən hərəkəti doğrudur, amma aqroiqlim ehtiyatı bol olmayacaq. Çünki aqroiqlim ehtiyatı üçün əsas faktorların başında temperatur gəlir. Aqroiqlim ehtiyatı isti olan yerlərdə çox olur. 146 C variantı. 147-ci sual. Deməli, ABC məntəqələrin mütləq hündürlüklərini müqayisə edin. Bu dağ olduğu üçün və burada da 0 yazıblar. Buradan başlayaraq A yerləşir ikinci horizontalda. B-ni baxsaq 2, 3, 4, 5-də yerləşir. B 5-də yerləşir. C-yə baxsaq 1, 2, 3, 4, 5-də yerləşir. C də 5-də yerləşir. Deməli, belə bir nəticəyə gəlirik ki, buradan B bərabərdir C-yə. Onlar da böyükdür A-dan. B bərabərdir C-yə. Onlar da böyükdür A-dan. Belə bir sxem hansında var? C variantı doğru cavabdır. 148. Mütləq hündürlüyü 4000 metr olan A məntəqəsində havanın temperaturu -15-dir. A bərabərdir -15. Kəsmə yüksəkliyi 500 metr olarsa B məntəqəsinin hündürlüyünü və oradakı temperaturu müəyyən edin. Əgər kəsmə yüksəklik 500 metrdirsə, A ilə B arasında 1, 2, 3, 4 dənə kəsmə yüksəklik var. Yəni 4 ara var. Onda 4-ü vururuq 500-ə. Bu eləyir 2000 metr. A 4000 metrdirsə, deməli A 4000 metrdir. 4000 çıxa 2000. B aşağıda yerləşir. Bu olur 2000.
B-nin hündürlüyünü də müəyyən elədik 2000. Cavablara baxırıq. 2000 olmayanların üstündən xətt çəkə bilərik və temperaturu da müəyyən edək. 2000 metrə 1000 metrə 6-dırsa, 2000 metrə x dərəcə deyək. X bərabər 12 dərəcə fərq var. Nəzərə alsaq ki, B dağın ətəyidir, onda temperatur artmalıdır. -15 üstə gələk 12. Bu da eləyəcək -3. D variantı doğru cavabdır. 149-cu sual. Yer kürəsində mütləq maksimum temperatur, mütləq maksimum yağıntılar hansı dağın ətəyinə düşmüşdür və bunun səbəbi? Deməli, ən çox yağıntı rekord göstərici 23 min millimetr olub, Himalay dağlarının ətəklərinə düşüb. Səbəb Himalay dağları Hind okeanı üzərindən gələn hava kütlələrinin, musson küləklərinin qarşısını kəsir və nəticədə bol yağıntı düşür. Deməli, doğru cavab olacaq Y variantı. 150. Yer kürəsində ən az atmosfer yağıntının düşdüyü ərazi və bunun səbəbi. Ən az yağıntının düşdüyü yer Atakama səhrasıdır, Cənubi Amerikada. Atakama səhrası olan cavab C variantı var. Səbəb odur ki, Atakama səhrasının formalaşma səbəbi də birinci növbədə e, Peru cəryanıdır, soyuq Peru cəryanı. Və tropik enliklərdə yerləşdiyi üçün yüksək təzyiq mövcuddur. Yüksək təzyiq olan ərazilərdə enən hava müşahidə olunur. Enən hava, yəni yüksək təzyiq və soyuq okean cəryanı. C variantı doğru cavabdır. 151-ci sual. Siklon və antisiklona aid müvafiq xüsusiyyətlər. Siklona alçaq təzyiq sahəsi də deyirlər. Antisiklona isə yüksək təzyiq sahəsi deyilir. Deməli, siklona aid olmalıdır buradan. 1-ə aid olacaq 1. Şimal yarımkürəsində saat əqrəbinin əksinədir siklon. 151-də 1-ə 1, 3 və aid olmalıdır. Mərkəzi hissəsi küləkli, buludlu, yağıntılı olur. 1, 3, 5. Siklona aid olacaq 1, 3, 5. 1-ə 1, 3, 5 olan Y variantıdır. Antisiklon isə tam onun əksinə olaraq buludsuz, yağıntısız, küləksiz, yəni şəlakət vəziyyət olur. Antisiklon şimal yarımkürəsində saat əqrəbi istiqamətindədir. Cənub yarımkürəsində isə saat əqrəbinin əksinədir. 152-ci sual. Günəş radiasiyasının miqdarının çox olmasına baxmayaraq, dağların zirvəsində havanın temperaturunun aşağı olmasının səbəbi. Deməli, birincidə dəniz səviyyəsindən yuxarı qalxdı atmosferin sıxlığının azalması. Deməli, bunu çıxırıq. Daimi bu təzyiqə təsir edir. Daimi küləklərin istiqamətinin dağın zirvəsində temperatura bilavasitə əlaqəsi yoxdur. Bütün dağların zirvələrində, bütün dağların zirvələrində daimi buzlaqların olması, daimi buzlaqlar bütün dağlarda yoxdur, bunu çıxmaq lazımdır. Zirvələrdə günəş şüalarının kiçik bucağı altında düşməsi və uzulan radiasiyanın az olması, bəli, bu doğru cavabdır. Çünki əksərən qar və buz olduğu üçün əks olunan radiasiya çoxdur. Havada karbon qazının miqdarının çox olması bu olmaz. Yenidən baxaq, 4 cavabı doğrudur. 4 cavabı olan 2 dənə cavab var. Digərlərini atmaq lazımdır. Daimi küləklərin istiqaməti hər yerdə dəyişmir. Yəni bu hər yerə təsir edəndir. Bu olmaz. Birə yenidən diqqətlə baxaq. Dəniz səviyyəsindən yuxarı qalxdıqca atmosferin sıxlığı azaldığı üçün hava da soymağa başlayır. Bəli, bu doğru cavabdır. Əslində mezosferdə də, mezosfer qatında da soyuq olmasının səbəb olmasının biri orada sıxlığın az olmasıdır. Bəli, havanın sıxlığı az olarsa, o daha gec qızır və soyuq olur. 1-4 doğru cavabdır. A variantı. 153. Atmosferin ümumi dövranı. Deməli, atmosfer təbəqələrinin şaquli yer dəyişməsidir. Bu olmaz. Şaquli yuxarı aşağı doğru hərəkətdir. Troposferlə stratosfer arasında qarşılıqlı əlaqədir. Bu da olmayacaq.
Havanın yalnız üfüqi. Yalnız cavabları əksərən yanlış olur. D-ni də çıxmaq lazımdır. Rütubətli və quru hava kütlələrinin qarşılaşmasıdır. Bu da aid deyil. Atmosferdə olan hava kütlələrinin üfüqi və şaquli. Ümumiyyətlə, atmosferin ümumi dövranı deyərkən dövran deyirik, havanın hərəkəti deyirik. Yer öz oxu ətrafında fırlandığı üçün ona görə də hava hərəkət eləməyə başlayır. Hava yuxarı, aşağı doğru da hərəkət edir. Buna şaquli hərəkət deyirik. Bir də üfüqi hərəkət edir. Daimi küləklər olsun, mövsümi külək olsun, sutkalıq külək olsun, fərqi yoxdur. B variantı doğru cavabdır. 154. Şərqi və Cənub-Şərqi Asiyada güclü küləklərin, tayfunların yaranma səbəbi. Tayfunların yaranma səbəbi okeandan daxil olan isti və quru hava kütlələrinin təsiri, okeandan daxil olan quru və isti hava kütlələrinin təsiri, okeandan quru hava daxil olması. B variantı. Günəş şüalarının il boyu su səthini daha çox qızdırması. Günəş şüaları quru ərazini yay aylarında daha çox qızdırır. Qurudan gələn hava axınlarının dağlar tərəfdən qarşısının kəsilməsi. Olmayacaq. Sahil xəttlərinin çox mürəkkəb olması, bunun bir avazda təsiri yoxdur. Okean və materiklər arasında kəskin atmosfer təzyiqi. Bəli, okean və materik arasında kəskin fərq olduğu üçün və çox dağıcı bir tayfun əmələ gəlmiş olur. Bunun başqa bir versiyası da Şimali Amerikada tornado. 154 Y variantı. 155. Geotermik pillə geo var burada. Yerin dərinliklərinə doğru hər 33 metrdə temperaturun 1 dərəcə dəyişməsidir. 1 aid olacaq 2. Barik bar təzyiqdir. Hər 10 metrdə 1 millimetr civə sütunu təzyiqin dəyişməsi 2-yə 3. Temperaturun hər 100 metrdə 0,6 dəyişməsi bu aerotermikdir. Termik sözü ilə də bilə bilərdik ki, bu temperatura aiddir. 3-ə də 1. 1-ə 2, 1-ə 2, 2-yə 3, 3-ə 1 A variantı doğru cavabdır. 156. Kəsmə hissəli 200 metr AB məntəqədə temperatur fərqini müəyyən edin. A ilə B arasında 2 dənə ara var. 2 vuraq 200. 400 metr fərq var A ilə B arasında. 1000 metrə 6-dırsa dərəcə, 400 metrə x. X bərabərdir 2,4 dərəcə fərq. Doğru cavab D variantı. 157. Hava kütlələrinin hərəkət sxeminə daha az yağıntı vermə ehtimalı olduğu məntəqələri. Ümumiyyətlə, enən havada az yağıntı olur, qalxan havada çox yağıntı olur. Burada baxırıq ki, enən hava 4 var və 5 var. 4 və 5 ən az yağıntı verəcək. 158. Sxemə əsasən daha çox yağıntı vermə ehtimalı olan, biz buradan 4 və 5-i çıxacağıq. Çünki 4 və 5 enən havadır. 2, 3 doğru cavabdır. Cavabda 1 də olsaydı daha çox olacaqdımı? Yox. Bir dağın ətəyi olduğu üçün əsasən dağın ətəyində hava hələ tam doymuş olmur. Dağın orta hissəsinə getdikcə artıq yağıntının miqdarı artır. Ona görə də hava doymaya başlayır, yağıntının miqdarı artır. 2-3 doğru cavabdır. 159-da ətəyi okean səviyyəsində yerləşən dağın 2660 metr yüksəkliyində təzyiqi tapın. Okean səviyyəsidirsə, burada təzyiq 760-dır. Okean və dəniz səviyyəsində təzyiq 760 olur. E, Dağın 2660 metr hündürlüyündə təzyiqi tapın. 1000 metrə 100 isə 100 millimetr 2660-a x. X bərabər olacaq 266 millimetr. Fərq. Yəni o qədər yuxarı çıxsa 2660 metrdə 266 millimetr azalacaq. 760 çıxar 266, bu da eləyəcək 494. Doğru cavab D variantı. Dağın yamacında 1500 metr hündürlükdə havanın temperaturu müsbət 9-dur. Bura bir 1500 metr yazaq. Müsbət 9. 4000 metr hündürlükdə, burada bir 4000 metr yazaq.
hündürlükdə havanın temperaturunu, təzyiqini, qar xəttinin hündürlüyünü hesablayın. Bizdən 3 dənə şey soruşur. Deməli, biz əvvəlcə 4000 metr hündürlükdə havanın temperaturunu tapaq. 2 dənə metr varsa, böyükdən kiçik çıxacaq. 4000 çıxaq 1500. Bu 2500 metr fərq var bunların arasında. Fərq. 1000 metrə 6-dırsa, 2500 metrə x. X bərabər olacaq 15 dərəcə eləyir bu. 2500-ü 6-ya vurub 1000-ə bölürük. 15 dərəcə fərq. Deməli, yuxarı qalxdıqca temperatur azalır. 9-dan 15-i çıxacaq ona görə. Bu eləyəcək -6. Cavablarda -6 olmayanları çıxırıq. 2 dənə cavab qaldı. Sonra bizdən təzyiqi də istəyir. Bunlar arasında 4000 metr hündürlükdə biz təzyiqi rahat şəkildə tapa bilərik. Necə tapacağıq? Yazacağıq ki, digər hissəsini burada yazıram. 1000 metrə 100 isə 100 millimetr. 4000 metrdə görək təzyiq nə qədərdir? X. X bərabərdir. Bu eləyir 4000-i vururuq 100-ə bölürük 1000-ə. 400 millimetr fərq. Okean dəniz səviyyəsində təzyiq 760-dır. Burada təzyiqi vermədiyi üçün 760 çıxar 400. Bu da eləyəcək 260. Təzyiqi də tapdıq. Təzyiq olmalıdır 260. C variantı doğrudur. Bəs qar xəttini necə tapasıydıq? Qar xəttini də bu şəkildə tapa bilərik. 9 dərəcədirsə temperatur, qar xətti temperaturun 0 dərəcə olduğu yerdir. 0 dərəcə olduğu yerdir. 9 ilə 0 arasında 9 dərəcə fərq var. 9 dərəcə neçə metrdir? Bunu hesablayırıq. 1000 metrə 6-dırsa 9 dərəcənin x bərabərdir. Bu edir 1500 metr. Yəni, biz 1500 metr hündürlükdə 9 dərəcədirsə, 1500 metrdə hündürə qalxsaq temperatur 0 olacaq. Yəni, 1500-ün üstünə 1500-də gəlmək lazımdır. O da eləcək 3000 metr. C variantı doğru cavabdır. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Siklon, antiklon, bir də ortaq cəhətlərini soruşur. Biz cavablarına bu tərəfdə baxaq. Deməli, birinci siklondur, ikinci antisiklondur. Ortaya da ortaq cəhətlər deyir. Bu antisiklon, bu siklon. Deməli, atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Alçaq təzyiq sahəsi bu siklona aiddir. A. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində hərəkət edir. Bu antisiklona aiddir. B. Yerin öz oxu ətrafında hərəkəti ilə əlaqədar şimal və cənub yarımkürələrində fərqli istiqamətə yönəlir. Bu hər ikisinə aiddir. Hava aşağı endiyinə görə doyma vəziyyətindən uzaqlaşır və yağıntı vermir. Yağıntı verməyən antisiklondur. Mərkəzində sakit hava, mərkəzində şimal yarı saat əqrəbi hərəkət aşağı endiyinə doyma vəziyyətindən və yağıntı vermir. Mərkəzində sakit hava şəlaket olur. Bu da antisiklona aiddir. Burada hansısa bir bəndi yanlış yazmışıq. Hava aşağı endiyinə görə doyma vəziyyətindən uzaqlaşır və yağıntı vermir. Bu antisiklona aiddir. Antisiklona aid olmalıdır. Buradan D ilə Y. B baxaq. Şimal yarımkürəsində saat əqrəbi hərəkəti istiqamətinin əksinə yönəlir deyir burada. Üzr istəyirəm. Bu olacaq siklona. Belə olacaq. 1-ə aiddir A ilə B. 1 aiddir A ilə B, 2 aiddir D ilə Y, 3-ə C. Y variantı doğrudur. 162-ci sual. Deməli, havadan düşən yağıntılar və buluddan düşən yağıntılar istəyir bizdən. Havadan düşənlər olacaq şeh, qrov, sırsıra. Buluddan düşənlər yağış, qar, dolu. Bu əzbər sualdır. B variantı doğru cavabdır. Deməli, bizdən passat kürəkləri, qərb kürəkləri ilə bağlı Venn diaqramı verib. Bunlar hər ikisi daimi küləklərdir. İl ərzində istiqaməti dəyişmir. Bu hər ikisinə aiddir. 3-ə 1. Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə doğru yönəlir. Cənub-qərbə doğru yönələn bu passat küləkləridir. Yüksək təzyiq qurşağından alçaq. Bütün küləklər yüksək təzyiqdən alçaq təzyiqə gedir. Bu hər ikisinə aiddir. 1-3. Avrasiyada Ural dağlarına qədər bol yağıntı gətirir. Avropaya təsir edən
Əsasən qərb küləkləridir. Çünki passatlar 30 dərəcə enliklər arasında təsir edir. Deməli 4, 2-yə 4. Tropik enliklərlə mülayim enliklər arasında formalaşır. Bu da qərb küləklərinə aiddir. Braziliya və Konqoya təsir göstərir. Braziliya, Konqo ekvatoral enliklərdə yerləşir. Passatlar da ekvatoru doğru əsdiyi üçün belə olacaq. 1-ə 2, 6, 2-yə 4, 5, 3-ə 1, 3. C variantı doğru cavabdır. Deməli, 64-cü sual yay mussonu, qış mussonu. Mövsümi küləklərdir. Bu hər ikisinə aiddir. Okeandan quruya əsirsə bu yay mussonudur. Şərqi və Cənub-Şərqi Asiya daha güclü təsir göstərir hər ikisi. Az yağıntı verir qış mussonu, çünki qış mussonu quru üzərindən gəlir. Rütubətli hava şəraiti yaradır. Bu yay mussonuna aiddir, çünki okean üzərindən gəlir. Materikdən okeana doğru əsir, bu qış mussonu. Deməli, 1-ə 2, 5, 2-yə 4, 6, 3-ə 1, 3. A variantı doğrudur. 65. Yağıntı düşməsi ehtimalı az və çox olan sxemləri müəyyən edin. Yağıntı düşmə ehtimalı az olan enən havadır. Enən havada yağıntı düşmə ehtimalı azdır. Yəni 1-ə aid olacaq 2 və 4. Baxırıq ki, 2 və 4-də enən hava var. Yağıntı vermə ehtimalı çox olan isə qalxan havadır. Qalxan havaların olduğuna baxaq. 1-dən 3. Deməli 1-ə 2, 4, 2-yə 1-dən 3. B variantı doğru cavabdır. Mussonlar və brizlər. Fəsillər üzrə su və quru üzərində atmosfer təzyiqi fərqindən yaranır. Fəsillərdən getdiyi üçün söhbət bu mussona aiddir. Ritmilik qanuna uyğunluğuna aid edilir. Ritmilik eyni ardıcıllıqla baş verən hadisələrdir hər ikisinə. Mussonlar ildə dəyişir, brizlər sutkada dəyişir. Ortaya gedəcək. Yalnız şimal yarımkürəsində formalaşır. Bu mussonlara aiddir. Cənub yarımkürəsində quru az olduğu üçün musson küləkləri formalaşmır. İri su hövzələri sahilində sutkalıq əsən küləklərdir. Sutkadan getdiyi üçün söhbət bu brizlərə aiddir. Xəzər dənizinin sahil zonasında özünü göstərir. Bu da brizlərə aiddir. Su və quru arasında təzyiq fərqindən yaranır hər ikisi. Deməli, 1-ə 1, 3, 2-ə 4, 5, 3-ə 2, 6. B variantı doğru cavabdır. 167. Cədvəldə qonşu quru və dəniz sahilləri üzərində müəyyən günlərdəki temperatur verilmişdir. Hansı gündə külək daha sürətli əsmişdir? Temperatur və təzyiq fərqi nə qədər çox olarsa, külək o qədər güclü əsir. Birincidə 4 dərəcə fərq var. İkincidə 3 dərəcə fərq var. Üçüncüdə 9 dərəcə. Dördüncüdə 5 dərəcə. Beşincisi 6 dərəcə. Ən çox fərq 9 dərəcə üçüncüdə olduğu üçün deməli A variantıdır. Temperatur və təzyiq fərqi çox olarsa, külək daha güclü olur. 168. M nöqtəsinin mütləq hündürlüyünü K və M nöqtələr arasında temperatur fərqini müəyyən edin. Burada əvvəlcə kəsmə yüksəkliyi müəyyən edilir. Kəsmə yüksəkliyi olacaq 1000 çıxaq 400. 1000 ilə 400 arasında 3 dənə ara var. 3-ə bərabərdir 200 metr. Kəsmə yüksəkliyi tapdıq 200 metr. Onda bu halda K olur 200 metr. K 200 metr. M'in hündürlüyünü tapsaq, M olmalıdır 1000 ilə 1200 arasında. 1000-1200 arasında bir ədəd olmalıdır. Niyə? M əgər 1200-dən böyük olsaydı, burada bir dənə də horizontal olardı. Deməli, M 1000-1200 arasında bir ədəd olmalıdır. Onda C variantı ola bilməz, Y variantı ola bilməz. Digər variantlara baxaq. Tutaq ki, M ilə K arasında 1150 metr bizdən nə soruşur? M nöqtəsinin mütləq hündürlüyünü. M-ə məsələn biz deyək 1150 metr. K-nı da bilirik ki 200 metrdir. 1150 çıxaq 200. Bunlar arasında temperatur fərqini istəyir. 950 metr olur fərq. 1000 metrə 6 dərəcədirsə 950 metrə x.
X bərabərdir. 950-ni vururuq 6-ya bölürük 1000-ə. Bu da eləyəcək 5,7 dərəcə. 5,7 dərəcə doğru cavabdır. İndi o biri variantlar A variantı doğrudur. Biz baxaq, əgər M-in qiyməti 1100 isə, K-nın qiyməti də 200-dür. 900 dərəcə, 900 metr fərq qalır arasında. 900 metrin 5,4 eləyir. 6 dərəcə ola bilməz. 6 dərəcə bilirik ki, 1000 metrdədir. Əgər M-in qiyməti 1115 olsa, K 200 isə bunlar arasında 915 metr fərq qalır. 915 metrə 4,8 dərəcə eləmir. 800 metrə 4,8 dərəcə eləyir. Demək, bu variantlar doğru olmur. A variantı doğrudur. 169. Sutkalıq temperatur amplitudunun daha böyük və daha kiçik olduğu müvafiq coğrafi enliklər, sutkalıq temperatur amplitudunun ən çox olduğu yer tropik enliklərdir. Ən az olduğu yer isə ekvatorial enliklərdir. Ekvatorial. Biz deməli, birinci tropik enliyə ən yaxın olanı tapacağıq. Tropiklər 23,5 dərəcədir. 23,5 dərəcəyə ən yaxın olan 4-dür. Deməli, 1-ə aid olacaq 4. Ən kiçik olduğu ekvatorial enliklər deyirik. Ekvatora ən yaxın nöqtə tapmalıyıq. Bunlardan ekvatora ən yaxın 1-dir. 2-yə də aid olacaq 1. 1-ə 4, 2-yə 1. B variantı doğru cavabdır. 170. İllik temperatur amplitudunun daha kiçik və daha böyük olduğu müvafiq coğrafi enliklər, illik temperatur amplitudunun ən kiçik olduğu ekvatorial enliklərdir. Ən böyük olduğu isə mülayim enliklərdir. Mülayim. Mülayim enliklər dediyimizdə təqribən 50-60 dərəcə enliklər deməkdir. Deməli, biz ilk olaraq ekvatora yaxını götürməliyik. Ekvator xəttinə ən yaxın görünən burada 4. 1-ə 4, 2-yə mülayim enliklər 50-60-dır. 50-60-a ən yaxın olan burada 5 var. 2-yə də 5. 1-ə 4, 2-yə 5 cavabı doğru cavabdır. C variantı. 171-ci sual. A və B nöqtələri eyni mütləq hündürlüyə malik olsa da, zirvə ilə temperatur fərqinin müxtəlif olmasının səbəbi. Bizdən bunu soruşur. Yəni, bu cənub yamacından şimal yamacda temperatur fərqinin müxtəlif olmasının səbəbi. Bu nə ilə bağlıdır? Deməli, məsələn, şimal yarımkürəsində yerləşən dağların cənub yamacına günəş şüaları il boyunca çox düşür, şimal yamacına az düşür. Deməli, cənub yamacına günəş şüaları çox düşdüyü üçün cənub yamac daha istidir, şimala günəş şüaları az düşdüyü üçün şimal yamac soyuqdur. Burada da əgər bizə iki dağ veribsə, bunların yamacları arasında temperatur fərqi çoxdursa, müşahidə olunacaq şəkildə çoxdursa, deməli, bu dağın bir yamacı şimalda yerləşir, bir yamacı cənubda yerləşir. Əgər hansı yamacda daha istidirsə, günəş o yamacdan düşür. Deməli, B variantı doğru olacaq. Dağın şimal və cənub yamacında yerləşdikləri üçün temperatur fərqlidir. 172. D və Y məntəqələr arasında temperatur fərqi 2,7 dərəcə olarsa, hansı məntəqələr arasında 1350 metr fərq olar? Biz baxaq görək, D ilə Y arasında, Y-ni bura qoysaq daha gözəl olar. 1000 metrə 6 dərəcədirsə, 2,7 dərəcənin görək nə qədər edir? X bərabərdir. Bu 2,7-ni vuruq 1000-ə bölürük 6-ya. Bu eləyəcək 450 metr. D ilə Y arasında birdən ara olduğu üçün elə bu həm də kəsmə yüksəkliyi adlanır. Yəni kəsmə yüksəkliyi oldu 450 metr. Hansı məntəqələr arasında deyir ki 1350 metr fərq olar? Kəsmə yüksəkliyi 450 metrdirsə 1350-ni bölürük 450-yə. Deməli 3 dənə kəsmə yüksəkliyi olmalıdır. 3 dənə ara olmalıdır. Biz baxaq görək bu məntəqələrdən hansının arasında 3 dənə ara var? 1, 2, 3. Y ilə B ola bilər. Bəli, doğru cavab olacaq B ilə Y. B ilə Y doğru cavabdır. Və ya bunu belə də deyə bilərik. Deməli, D ilə Y arasında
Bir dənə ara var bildiyimiz kimi. Deyirik ki 450 metrə bir aradsa, görək 1350 metrə neçə dənə ara olmalıdır? X ara. Yəni ara dediyim əslində kəsmə yüksəklik. X bərabərdir. Vurub böləndə eləyir 3. Məntəqələr arasında baxırıq ki, hansının arasında 3 dənə ara varsa onu götürürük. 173. A və D məntəqələri arasında A-la D 2100 metr fərq var. Hansı məntəqələr arasında temperatur fərqi 8,4 olar? Deməli, A ilə D arasında 3 dənə ara var. 3-ə bölsək kəsmə yüksəkliyi tapmış oluruq. Kəsmə yüksəkliyi oldu 700 metr. Kəsmə yüksəkliyi 700 metr. 8,4-ün görək 1000 metrə 6 dərəcədirsə, 8,4 dərəcənin x. X bərabər olur. 8,4-ü 1000-ə vurub 6-ya bölsək eləyir 1400 metr. Biz tapdıq ki, 1400 metr fərq var. 1400 metr kəsmə yüksəkliyi 700 metrdirsə, 1400 metr olması üçün məntəqələr arasında 2 dənə ara olmalıdır. Deməli, x vuraq 700 bərabərdir 1400. X bərabərdir 2. 2 dənə ara olan bir məntəqə seçməliyik. A ilə C arasında 2 dənə ara var, amma cavablarda yoxdur. Sonra D ilə F arasında 2 dənə ara var. Doğru cavab B variantını götürə bilərik. Yəni 1400 metr alındısa, kəsmə yüksəklik də 700 metrdirsə, deməli məntəqələr arasında 2 dənə kəsmə yüksəkliyi olmalıdır. 1400-ü 2-yə bölsək eləyir 700-ə bölsək eləyir 2. Doğru cavab B variantı. Deməli biz bu xəritə sxeminə uyğun gələn məntəqələri müəyyən edin deyirik 174-də. Burada saatlar verib. Biz baxırıq ki, birincidə hardasa 5 dərəcədən başlayıb 30-a keçib. Temperatur amplitudu, sutkalıq temperatur amplitudu. İkincidə isə 25-dən 30 arasında gedib gəlib. Yəni bizdən nə soruşur? Birincidə sutkalıq amplitud çoxdur. Çox. İkincidə isə sutkalıq fərqlər, sutkalıq amplitud azdır. Biz ən çox olduğu yerləri bilirik ki, ən çox olduğu yerlər səhralardır, tropik səhralar. Ən az olduğu yerləri də bilirik, ekvatordur. Deməli, burada tropik səhralara düşür C ilə B. Afrikanın şimalı, Avstraliyanın mərkəzi hissələri B ilə C. Az olduğu yerlərə düşür ekvatoral enliklər A ilə D. Deməli, belə olacaq. 1-ə aiddir B ilə C, 2-ə A ilə D. A variantı doğru cavabdır. 175. Havanın su buxarı ilə doyma həddinin temperaturdan asıllıq qrafikini müəyyən edin. Deməli, 0 dərəcədə doyma üçün 5 qram su lazımdır. 10 dərəcədə 9 qram, 20 dərəcədə 17 qram. Yəni temperatur artdıqca havanın doyma həddi də artır. Yəni hava daha gec doyur. Düz mütənasibdir. Temperatur artdıqca havanın doyma həddi də artır. C variantı doğru cavabdır. Düz mütənasib. 0 dərəcədə 5 qram, 10 dərəcədə 9 qram, 20 dərəcədə 17 qram və s. 176. Xəritə sxemdə rəqəmlərlə göstərilən ərazilərlə bağlı uyğunluğu müəyyən edin. Deməli, bir məntəqəsi və 3 məntəqəsi tropik enliklərdir. 2 ekvatordur, 4 də mülayim enliklər. Sutkalıq və illik temperatur amplitudunun ən kiçik olduğu elə ekvatordur. 2-yə A olacaq. Ekvatoral enliklər. Alçaq atmosfer təzyiqində yerləşir, illik temperatur amplitudu böyükdür. Biz bilirik ki, illik temperatur amplitudunun ən çox olduğu yer mülayimin daxili hissələridir. 4 olan yerdə mülayim kontinental ərazilərə düşür. Ona görə 4-ə B. 22 dekabrda Şagulit dirəyin kölgəsi olmur. 22 dekabrda günəş harda zenitdə olursa, orada kölgə olmur. 22 dekabrda da bilirik ki, günəş olur cənub tropik üzərində zenitdə.
Burada kölgə olmayacaq. Və nəhayət şimal-şərq passat küləkləri bu enliklərdən başlayır. Şimal-şərq passat küləkləri şimaldan gələn passat küləkləridir. Bu da tropik enliklərdən, şimal tropikindən başlayır. 1-ə də D. 1-ə D, 2-yə A, 1-ə D, 2-yə A, 3-ə C, 4-ə B. B variantı doğru cavabdır. 177. B nöqtəsində atmosfer təzyiqi 445-dir. A'da havanın temperaturu -2,4'dür. A nöqtəsi okean səviyyəsidir. Burası 0 metr yazaq. Orada havanın temperaturunu müəyyən edin. Havanın temperaturunu biz necə müəyyən edəcəyik? Əgər bizə təzyiq veribsə 445 zirvədə, A da okean səviyyəsidir. Demək burada təzyiq 760-dır. Əvvəlcə dağın nisbi hündürlüyünü tapaq. 760 çıxart 445. Bu eləyəcək 315 millimetr fərq. 315-i 10-a vursaq 3150 metr edir. Belə də tapa bilərik. 1000 metrə 100 isə 315-ə x bərabərdir 3110 3150 metr. Dağın nisbi hündürlüyünü tapdıq. Artıq temperaturu tapa bilərik. Yazırıq ki 1000 metrə 6 dərəcədirsə 3150 metrə x dərəcə x bərabərdir. Deməli 3150-ni vururuq 6-ya, bölürük 1000-ə. Bu neçə dərəcə edir? Vurmaq lazımdır. Bir vuraq, baxaq. 3100 3150 vuraq 6. 18,9 eləyir. X bərabərdir. 18,9 fərq eləyir. Aşağı gələndə temperatur artmalıdır. -2,4 üstə gələk 18,9. Bu da eləyəcək 16,5. A variantı doğru cavabdır. 16,5. 178-ci sual. Sxemdə sutka ərzində baş verən atmosfer hadisəsini və onun səbəbini müəyyən edin. Sudan quruya əsir və sutka ərzində dediyi üçün bu musson ola bilməz, qərb küləkləri ola bilməz. Sudan quruya əsən biriz küləyidir, gündüz birizi. Gündüz birizi olacaq. Gündüz birizi olan 2 dənə cavab var, 3 dənə cavab var. Deməli, gündüz brizinin yaranma səbəbi odur ki, su üzəri gec qızır, gec də soyuyur. Su üzəri gec qızdığı üçün burada yüksək təzyiq yaranır. Quru üzəri tez qızdığı üçün alçaq təzyiq yaranır. Deməli, qurunun gündüz daha tez qızması doğru cavabdır. Quru tez qızdığı üçün orada alçaq təzyiq yaranacaq və nəticədə sudan quruya doğru əsir. 179-cu sualda sxemdə il ərzində baş verən, il ərzində deyil, hava ilə okean arasında, okeanla daha doğrusu materik arasında baş verir. Burada mussonlardan gedir söhbət və materikdən okeana doğru əsir. Materikdən okeana doğru əsən qış mussonudur. Ya A ya da D olmalıdır. Ümumiyyətlə belədir. Quru tez qızıb tez soyuyur. Qış aylarında materik üzəri çox soyduğu üçün, okeandan daha soyuq olduğu üçün orada yüksək təzyiq yaranır və nəticədə materikdən okeana doğru külək əsir. Deməli, A variantında okean səthi üzərində alçaq təzyiq sahəsinin olması bəli, doğrudur. Okean səthi quruya nisbətən oradakı hava daha isti olduğu üçün orada alçaq təzyiq yaranır. Ona görə qurudan okeana doğru gedir. A variantı doğru cavab. 180-ci sual. Nisbi hündürlüyü 4500 metr olan dağın ətəyində havanın temperaturu 10, atmosfer təzyiqi 759-dur. Bunu çəkək. Deməli, 4500-dür nisbi hündürlüyü. Ətəkdə temperatur 10-dur və təzyiq də 759-dur. Bizdən zirvədəki təzyiqi və temperaturu soruşur. Temperaturu tapsaq 1000 metrə 6, 4500-ə x, x bərabər olacaq 27 dərəcə fərq. 10 çıxaq 27. Bu da eləyəcək -17. Zirvəni tapanda ətəkdən çıxmaq lazımdır. -17 olmayan cavabların üstündən xətt çəkirik, gedir. D variantı doğru cavabdır. Təzyiqi də belə tapmalıyıq.
1000'e 100. Yani birbaşa da tapa bilərik. 4500-ün 450 millimetr deməkdir. Ona bölsək. 1000'e 100 millimetr. 4500 ise x. X bərabərdir. 450 edir bu fərq. 450 millimetr fərq var. 759 çıxaq 450. Zirvəni tapanda həmişə ətəkdən çıxmaq lazımdır. O da eləyəcək 309. D variantı doğru cavabdır. 181-ci sual. Sxemə əsasən okean səviyyəsindən hansı yüksəklikdə havanın temperaturu -4-dür? Əgər burada müsbət 20 yazıbsa 0 metrdə, -4 bir dənə hər hansı bir nöqtəyə yazaq, -4, bilmirik hələ. Deməli, belə yazırıq. 20 dərəcə çıxaq -4. Görək bunların arasında nə qədər fərq olmalıdır? 24 dərəcə fərq. Yazırıq ki, 1000 metrə 6-dırsa, 24 dərəcə x. X bərabərdir. 24'ü vururuq 1000'e bölürük 6'ya. O da eləyir 4000. Və salam 4000 metr. Doğru cavab A variantı. 182. Dağın ətəyində 1000 metr hündürlükdə atmosfer təzyiqi 660'dır. Nisbi hündürlük 4000 metr olan dağın zirvəsində atmosfer təzyiqini və mütləq hündürlüyü hesablayın. Deməli, belə bir şey çəkək. Dağ çəkək. 1000 metr hündürlükdə təzyiq 660'dır. Nisbi hündürlükdə, əgər nisbi hündürlükdə 4000 metrdirsə, deməli, 1000 metrdən üstünə 4000 metrdə gəlməliyik. Yəni, bu o demək ki, 1000 metr olan hissə ilə A nöqtəsi zirvə arasında 4000 metr fərq var. Dağın mütləq hündürlüyü olacaq 5000 metr. 5000 metrdə təzyiqi soruşur bizdən. Tapa bilərik 5000 metrdə təzyiqi. Biz şifa ilə tapa bilərik bunu. Həll olaraq da belə eləməliyik. 1000 metrə 100 millimetr ise 5000'e x. X beraber olacak 500 millimetr fərq. İstəsək buradan da tapa bilərdik. Belə eləyəcəm mən. Okean dəniz səviyyəsində təzyiq 760'dır. 760 çıxaq 500. Eləyəcək 260 millimetr. Doğru cavab olur 260 millimetr. Və ya bunu belə də yaza bilərdik. 1000 metrə 100 isə 4000 metrə x. Burada verilən bu 4000 metr. X bərabərdir. Vurub böləndə eləyir 400 millimetr fərq. Burada 660'dırsa yuxarı gedəndə təzyiq azalmalıdır. Çıxmalıyıq. 660 çıxart 400. Bu da eləyəcək 260. Eyni cavab alınır. Belə də ola bilərdi. Doğru cavab oldu 182'də A variantı. 183. Temperaturu 20 dərəcə olan 1 kub metr havanın mütləq rütubəti 10,2 qramdır. Havanın doyması üçün 17 qram suyun tələb olunduğunu nəzərə alaraq havanın nisbi rütubətini müəyyən edin. Deməli, 17 qram olanda doyur. 17 qramın 100% isə hal-hazırda 10,2 qram derinlik isə faiz eləyər. X bərabərdir. 10,2 vuraq 100 bölə 17. Bu da eləyəcək 60%. 60. Doğru cavab oldu 60. 184. 9 qram su buxarı lazımdır doymaq üçün. 9 qramın 100% yazırıq biz. Doymaq üçün 109 qram lazımsa bu 100% deməkdir. Nisbi rütubət 50%dirsə, faktiki və doymaq üçün çatışmayan suyun miqdarını tapın. Deməli, 50% su varsa, çatışmayan da elə 50%dir. Yəni, birini tapsaq, o birini də tapmış olacaq. X bərabərdir. 50'ni vurub 9'a bölürük 100'e eləyir 4,5 qram su var. Bu qədər su varsa, faktiki olaraq, çatışmayan da elə 4,5'dir. Niyə? Çünki nisbi rütubət 50% isə, çatışmayan da 50%, 100% olmalıdır cəmi. Çatışmayan da elə olur 4,5. Bu qədər su var, çatışmada 4,5. C variantı doğru cavabdır. 185.
30 derece temperaturda havanın doyması için 30 gram su lazımdır. Biz yazırıq ki 30 gramın 100%. Bunu hazır yazırıq. Doyma üçün bu qədər lazımdır. Deyək ki, havanın nisbi rütubəti 36% olarsa, doyma üçün çatışmayan. Deməli, 36% su varsa, çatışmayan da olur 64%. Çünki ikisinin cəmi 100 olmalıdır. Çatışmır. Bizdən də elə bax, bu çatışmayanı istəyir. Onda 64%-in x. Birbaşa belə yazırıq. X bərabərdir. 64-ü 30-a vurup 100-ə bölmək lazımdır. Bu da eləyəcək. 64-ü vururuq 30-a. 64 vuraq 30 bölək 100. 19 tam onda 2. 19 tam onda 2 doğru cavabdır. Y variantı. 186. Sxemdə A məntəqəsində saat 12-dir. A məntəqəsini bu tərəfdə çəkim. 0 dərəcədə yerləşir. Saat 12-dir. Havanın ən aşağı temperaturunu müşahidə olan havanın ən aşağı temperaturu səhər 6 deyil. Şərti olaraq 6 qəbul olunur. Saat 6-da ən aşağı temperatur müşahidə olunacaq. 6:00 deyək. 6:00 deyiriksə əgər, deyir ki, hansı uzunluğa uyğun gəlir? Bunların arasında 6 saat fərq var. 6-nı vursaq 15 dərəcəyə, çünki 1 saatın 15 dərəcədir. 90 dərəcə fərq olmalıdır bunlar arasında. 90 dərəcə fərq. A ilə 90 dərəcə fərqi olan görək hara var? A ilə 90 dərəcə fərqi olan bundan qərbdə olmalıdır. Bir dənə Y var. 90 dərəcə fərqli olan bir yer. Olacaq Y olan cavab, yəni A. 187. A məntəqəsində saat 11-dir. A-nı bura çıxaraq yazaq. 15 dərəcə şərq uzunluğunda. Saat 11-dir. Bu zaman havanın ən yüksək temperaturunun müşahidə olunduğu məntəqəni, havanın ən yüksək temperaturu 14:00. Amma bilmirik hansı uzunluqdur. Bunlar arasında 3 saat fərq var. 3 vuraq 15, bu eləyəcək 45 dərəcə fərq. 45 dərəcə fərq. A ilə 45 dərəcə fərqli olan yer tapmalıyıq. A-dan 45 dərəcə fərqi olan burada var, solda var, sağda var. 45 dərəcə fərqi olan. Amma sadə irəli olan daha şərtli olur. 14:00 isə ən yüksək temperatur. Biz burada Y-ni götürməliyik. Çünki A-da temperatur 11-dirsə, sadə daha irəli olan 14 A-dan şərq tərəfdə, sağda yerləşməlidir. Çünki sağa getdikcə, şərqə getdikcə saat artır. Olacaq burada da A variantı. 188. Deməli, A nöqtəsində dağdır bu. 4250 metrdir hündürlük. Havanın temperaturu da -15-dir. Kəsmə yüksəkliyi 500 metr olduğunu nəzərə alaraq B nöqtəsinin mütləq hündürlüyünü və havanın temperaturunu hesablayın. Biraz böyüdək. Deməli, A-da 4250-dirsə, kəsmə yüksəkliyi də 500 metrdirsə, ilk gələn horizontal 4250-dən kiçik olmalıdır və 500-ə tam bölünməlidir. Bu olur 4000. İndi biz B-nin hündürlüyünü də tapa bilərik. B ilə 4000 arasında 1, 2, 3, 4 dənə ara var. 4 vuraq 500. Bu eləyir 2000 metr fərq. Yəni 4000-dən 2000-i çıxsaq, 4000 çıxa 2000 olacaq 2000 metr. B oldu 2000 metr. B'nin hündürlüyünü tapdıq. Bizə B'nin mütləq hündürlüyünü istəmişdir. Hansında 2000 yoxdursa, onların üstündən xətt çəkirik, gedir. Digər tərəfinə baxaq. İndi temperaturu da istəyir. A-nın hündürlüyü 4250-dir, B-də isə 2000-dir. Əgər bizə 2 dənə hündürlük veribsə, A-nın hündürlüyü də var, B-nin də. Onda böyükdən kiçiyi çıxaq. 4250 çıxaq 2000. A ilə B arasında 2250 metr fərq var. Yazırıq ki, 1000 metrə 6-dırsa 2250-yə x.
X bərabərdir. Bu eləyir 2250-ni vurur 6-ya bölünmünə 13,5 dərəcə fərq. Bu qədər fərq var. Ətəyi taparkən toplamaq lazımdır. -15-dir A-da. Üstə gələk 13,5. Bu eləyəcək -1,5 dərəcə. Doğru cavab olur -1,5 dərəcə. 2000 metr və -1. Y variantı doğru cavabdır. 189. Sxemdə verilən A məntəqəsindən əsən küləklər hansı məntəqədə temperaturu aşağı salar? Temperaturu aşağı salması üçün qütb tərəfdən gəlməlidir. Yəni böyük enlikdən gəlməlidir. Böyük enlikdən kiçik enliyə doğru gəlirsə, temperaturu aşağı salacaq. Böyükdən kiçiyə gələn 44-dən 36-ya gələn, böyükdən kiçiyə gələn var 6 ilə 4. 4 ilə 6 44-dən 36-ya gəldiyi üçün temperaturu aşağı salacaq. Çünki 44 dərəcə enliklər daha soğuk enliklərdir. 4 və 6. 190-cı sual. Sxemdə verilən B məntəqəsindən əsən küləklər hansı məntəqədə havanın temperaturunu artırar? Bu dəfə artırar deyir. Havanın temperaturunu artırması üçün kiçik enlikdən böyük enliyə doğru getməlidir. Biz baxırıq ki, 1 və 5 40 dərəcə enlikdən 44-ə gedir. 40 dərəcə enliklər daha istidir, çünki ekvatora daha yaxındır. 40-dan 44-ə gedən hava temperaturu artırmış olacaq. Ona görə olacaq 1 ilə 5. Y variantı doğru cavabdır.